Salam değerli dostlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə Koroğlu ilə Bolu bəy kəsəcəyik. Maraqlı qollardan biridir. Onsuz da mən deyim olar ki, bütün mövzulara önəmli, nə bilim, testdə qabağınıza çıxan mövzu kimi yanaşıram. Gəlin birbaşa izaha keçək. Deməli, Koroğlu ilə Bolu bəy qolunda adından göründüyü kimi bizim ən çox qarşımıza çıxan obrazlar Koroğlu, bir də Bolu bəy olacaq. Əsərimiz ümumiyyətlə nə ilə başlayır? Hasan Paşanın narahat olması ilə başlayır. Deməli, Koroğlu Ələmqulu xanla dostluğa başlamışdı. Ələmqulu xanla dostluğa başlaması səbəbindən də Hasan Paşamız, bu Mini Minnət Paşamız narahat olmuşdu. Fikirləşirdi ki, Koroğlu indi Ələmqulu xanla dost olubsa, o bir müddət sonra digər paşalarla da dost olacaq, yavaş-yavaş paşaları ələ alacaq və mən meydanda tək qalacağam. Və buna görə də bu qorxusu səbəbi ilə bir plan qurur. Plana görə də Bolu bəyi Ərəb Reyhanının yanına çağırır və onların başlayıb məsləhətləşməyə. Bu qolun bizim Həmzənin qatı qasırması qolundan fərqi burasındadır ki, burada avtomatik özü Bolu bəylə Ərəb Reyhanını çağırır, amma o qolda isə təklif eləmişdi bəylərə ki, kim getmək istəyir, paşaları təklif eləmişdi. O vaxt Bolu bəy orada qalxmışdı, Ərəb Reyhanı adam göndərmişdi. Amma bu qolumuzda Bolu bəylə Ərəb Reyhanı özü gəlir, çağırır deyə gəlirlər. Və onlara deyir ki, biz gəlin belə eləyək, Koroğlunun üstünə üst tərəfdən hücuma keçək. Ortadan mən gedəcəyim hücumda. Deməli, Bolu bəy Ərzincandan gələcək, bir tərəfdən Bolu bəy hücuma keçəcək. Ərəb Reyhanı Qarsdan gələcək, bir tərəfdən də o hücuma keçəcək. Və üçümüz Koroğlunun üstünə getsə, Koroğlunu məğlub eləyə bilərik. Bu planla bir demək olar sistem hazırlayırlar və hücuma keçmə niyyətinə gəlirlər. Amma məsələ burasındadır ki, testdə qabağımıza çıxan məqamlar da elə buradadır. Bu paşalar öz aralarında da bir-birinə sadiq deyildilər. Məsələn, gəlin onların bir-birinə qarşı qurduqları plana baxaq. Hasan Paşa istəyirdi ki, o ikisini qabaqcadan göndərsin, onlar işi həll eləsinlər, özü getsin, hazır şəkildə tutulmuş Koroğlu üstə öz adına yazsın qələbəni. Ərəb Reyhanı istəyirdi ki, biri Koroğlunun başını qatsın, məsələn, Bolu bəy getsin, döyüşdə başını qatsın, bu hücum etsin və əsas həmləni bu vursun, öz adına yazsın. Bolu bəy istəyirdi ki, hamıdan qabaq gedib məsələni özü tam həll eləsin, desinlər ki, Bolu bəy özü Koroğlunu məğlub elədi. Və Bolu bəy gedəndə öz yanına Mehdər Murtuzun Qəzər alını götürür. O birisi qolumuzda da götürmüşdü bu ikisini. Deməli, və bunlar başlayırlar getməyə. Mehdər Murtuz gəlib çatırlar ora. Bircə dəqiqə kompüter üsyan eləyir. Deyir ki, day mən bacarmıram bu həyatla. Biz də onun səsini kəsək, üsyan səsini. Deməli, Mehdər Murtuz Bolu bəyi təklif edir. Deyir ki, gəlib artıq Çənlibelin sərhədinə çatırlar. Deyir ki, gəl gecə hücuma keçməyək. Çünki bilmirik biz orada nə gözlür. Gözlə səhər keçərik hücuma. Həmin o razılaşırlar. Həmin ərəfədə də Koroğlu özü də Çənlibelin ətəklərini gəzirdi. Görür bunları. Görür ki, Çənlibelin ətrafında bir böyük bir dənə qoşun var. Daha ərinir gedib dəlilərə xəbər versin. Elə özü başı qabaqcadan getməyə və bunlar təsadüfən Bolu bəy ilə gəzəndə qarşı-qarşıya gəlirlər. Bolu bəy təbii ki, Koroğlunu tanımadığı üçün, o vaxt telefon, sosial şəbəkə yox idi, hər halda bilirsiniz. Tanımadığı üçün Koroğlu özünü onlara qoruqçu kimi təqdim edir. Çünki Koroğlu ümumiyyətlə, məsələn, belə məqamlarda öz adını deməzdi. Qorxurdu ki, adını desə onu öldürərlər və əsas qorxusu da ölüm deyildi. Onu öldürəndən sonra Çənlibel başsız qalar deyə qorxurdu və ona görə də özünü qoruqçu kimi təqdim edir. Koroğlu olduğunu boynuna almır. Həmin ərəfədə Mehdər Murtuz yaxınlaşır, görür ki, Koroğlu buradadır. Çünki 7 il özü Mehdər Murtuz Koroğluya mehdərlik eləmişdi, yəni atlarına baxmışdı. Arxadan yaxınlaşır və Bolu bəy işarə edir ki, bu Koroğludur da. Bolu bəy də əmr edir, tuturlar Koroğlunu. Nə qədər ona işgəncə versələr də boynuna götürmür Koroğlu olduğunu. Hətta onu gölə salırlar boğmaq üçün də. Amma ona rəğmən belə Koroğlu qəbul eləmir Koroğlu olduğunu. Nəysə, axır aləm dəyir bir-birinə. İndi qoşun böyükləri də deyirlər ki, ay Bolu bəy, Mehdər Murtuz bizim öz adamımızdır. Biz öz adamımızın sözünə inanaq, yoxsa Koroğlunun, o adamın, yəni qoruqçunun sözünə inanaq. Təbii ki, öz adamımızın, yəni Mehdər Murtuzun fikrinə inanmalıyıq da, bu Koroğludur. Nəysə, axırda belə qərar gəlir ki, Koroğlunu tutsun. Həmin ərəfədə Koroğlu deyir ki, ay Bolu bəy, sən məni tanımırsansa, heç olmasa, məsələn, məni orada tanıyarlar da, məni götürüb, məsələn, Koroğlu adı ilə aparsan ora, adicə Hasan Paşanın oğlu, Xotkarın oğlu, Bürcü Sultan belə məni tanıyır. Görəcəklər ki, mən məsələn Koroğlu deyiləm də. Koroğlu deyiləm deyə, məsələn, Koroğlu olmadığımı bilsələr, sən rüsvay olacaqsın. Bolu bəy fikirləşir ki, mən bu qoruqçunu aparsam, birdən görsələr ki, məsələn, bu Koroğlu deyil. Ondan sonra mən ölsəm daha yaxşıdır, adım batacaq.
Ona görə də Koroğlu buraxır. İndi burada gülməli məqam da burada başlayır. Koroğlu buraxandan sonra ona deyir ki, indi kişi kimi də görüm. Sən Koroğlusan ya yox. Koroğlu da deyir ki, sən ki indi kişi kimi soruşdun. Mən də deyirəm ki, bəli, mən Koroğluyam. Və ondan sonra Bolu bəy deyir ki, Füso da. İndi amma məsələ burasında idi ki, Koroğlu buraxıblar deyə daha məsələn Koroğlu bunlarla döyüşə bilər. Koroğlu bu ərəfədə də soruşur ondan. Mənə də görüm Bolu bəy, nə üçün gəlmisən bura? Bolu bəy gəliş səbəbini deyəndə başa hiləyə əl atmağa. Deyir ki, mən Hasan Paşanın qızını sevirəm, Dünya xanımı. Və ona görə də mən səni tutub ona aparsam, qızını mənə verəcək. Koroğlu deyir ki, heç nə, madəm belədir, onda mən gedim Çənlibelə, öz silahımı, sursatımı, atımı götürüm, gəlim, sən məni elə apar. Ver təhvil Hasan Paşaya, qızı al ondan, mən özüm Hasan Paşa ilə bilirəm nə edeyim. Nəysə, Bolu bəy razılaşır ondan, Koroğlu gedir öz silahını və atını götürməyə. Həmin ərəfələrdə də Koroğlu gedəndən sonra. İndi başlayıb burada paşalar narahat olmağa, yəni qoşun böyükləri narahat olmağa. Deməli, o zamanda Mehdər Murtuz deyir ki, narahat olmayın da, Koroğlu ki söz veribsə gələcək, mən Koroğlu tanıyıram. Yəni mərddir, sözünü tutan adamdır, narahat olmayın gələcək. Bax bu məqam testə düşürüm, yəni Koroğlunun mərd olduğunu, sözünü tutduğunu kimin dilindən soruşsalar sizdən, deyəcəksiniz ki, Mehdər Murtuzun dilindən qeyd olunub. Çünki özü Koroğlunun yanında olmuşdu. Nə qədər xəyanətkar olsa da Koroğlunun xasiyyətinə belədir bu. Özü xəyanətkar olsa belə. Yəni Koroğlu elə gəlir. Gələndən sonra da Koroğlu da başlayır bunlarla biraz məzələnməyə, loru dildə desək. Deyir ki, bir şərtim var, bir şərtlə səndən gələrəm, məndən döyüşəsiz. Nəysə, biraz müzakirədən sonra başlayır döyüş və döyüşdə Koroğlu hamısını demək olar ki, məğlub eləyir. Hətta Bolu bəy Qəzəralı məşhur pəhləvandır. Ona deyir ki, get Koroğlunun üstünə. Koroğlu uzaqdan elə şeşpərlə burada Qəzəralını öldürür. Nəysə, hamısını öldürən, məğlub eləyəndən sonra gəlir Bolu bəy yerə yıxır. Tam döyüş Koroğlunun qələbəsini bitir. Sonra Koroğlu deyir ki, indi sizi məğlub elədim, daha məni götürüb apara bilərsən. Bolu bəy də deyir ki, olmaz, mən səni apara bilmərəm. Sən təhlükəli adamsan, yolun ortasında birdən deyərsən ki, yox. Mən getmirəm filan, orada da bizim başımıza oynatsarsan, şərtim var. Bolu bəyin birinci şərti bu idi ki, yəni sənin qollarını arxadan bağlayaq. İcazə alır Koroğlu. Koroğlu razılaşır bundan, Koroğlunun qollarını bağlayırlar. Bir xeyli yol gedəndən sonra da bu səfər arxadan gəlir Koroğlunun başına qılınc zərbəsi endirir, onu yaralayır. Burada Koroğludan xəbərsiz bunu edir və bu qılınc zərbəsindən sonra Koroğlu başa düşür ki, bu Bolu bəyin hiləsi imiş. Və deyir ki, orada peşman olur Koroğlu. Niyə? Çünki Bolu bəy inanmışdı. Və günahını boynuna alır ki, mənim günahım bu idi ki, sənə inanmışam. Yəni, etdiyi əməldən peşmanlığı burada qeyd olunub. Bunu testə düşsə, yadda saxlayaq. Koroğlu burada peşman olur. Sonra Koroğlunu bu yaralı vəziyyətdə götürüb aparırlar. Deməli, yolda da Koroğlunun Xoca Əziz adlı bir karvan dostu vardı. Özü tacir idi Xoca Əziz. Görür ki, Koroğlunu aparırlar. Koroğlu da Xoca Əzizi görəndə başa şeir demir. Şeirdə qeyd edir ki, aparırlar Pünhan məni. Pünhan gizli deməkdir. Xoca Əziz də elə fikirləşir ki, Koroğlu dəli olub və dəlilər də onu götürüb pirə aparırlar. Pünhan sözünü pir kimi anlayır. Amma sonra görür ki, onun ətrafında bu qədər qoşun var, insan var. Sonra Bolu bəydir, adamlarla gedir, anlayır ki, bunu tutublar. Ondan sonra Xoca Əziz fikirləşir ki, mən özüm təcili Çənlibelə çatdırmalıyam ki, məlumat verim oradakı dəlillərə ki, Koroğlunu tutublar. Gəlir ki, Çənlibelə. Çənlibelə gəlir, məlumatı verir oradakılara, deyir ki, Koroğlu tutulub, gərək bir çarə qılasınız. Həmin ərəfədə Koroğlunun başqa dostu Aşıq Cünun adlı bir nəfər də gəlir. Aşıq Cünunun gətirdiyi xəbər nə olur? Deməli, Xoca Əzizin gətirdiyi xəbər budur ki, Koroğlu tutulub. Aşıq Cünunun gətirdiyi xəbər budur ki, həmin paşalar üst tərəfdən hücuma keçəcəklər. Bu xəbərləri yadda saxlayın. Paşalar üst tərəfdən hücumunu Aşıq Cünun, Koroğlunun tutulmasını isə Xoca Əziz gətirir. Orada dəlilər arası saxnaşma düşür, dəlilər narahat olurlar buna görə. Həmin ərəfədə Dəli Həsən deyir ki, mən gedib Koroğlunu xilas eləyəcəm. Amma buna təbii ki, Nigar xanım qoymur. Sonra Dəmirçioğlu getmək istəyir, onu da Nigar xanım qoymur. Niyə qoymur? Çünki Nigar xanım deyir ki, əgər bizə üst tərəfdən hücum olunacaqsa, ən azı ikiniz qalmalısınız ki, o hücumları hərənizi bir tərəfdə dəlilərin başına qoyaq ki, hücumların qarşısını ala biləsiniz. Ondan sonra İsabalı getmək istəyir. Nigar xanım İsabalının getməsinə razılıq verir. Deməli, Koroğlunu xilas etməyə gedəcək olan İsabalıdır. Nigar xanım İsabalıya tapşırır ki, ay İsabalı, başqa dönüm. Gedərsən birinci Ərzincana, çünki Bolu bəy Ərzincanlıdır. Orada olmasa Koroğlu gedərsən Toqata, Hasan Paşa Toqatdadır.
Orada da olmasa gedərsən İstanbula. Axırda da İstanbul Xotkarın olduğu yerdir də. Osmanlı padşahı da Xotkar. İsabalı razılaşır və İsabalı başlayır yola çıxmağa. Məsələn, gəlib Bolu bəyə. Bolu bəy ki, Koroğlunu tutmuşdu. Gətirir öz həyətinə Ərzincana və heç kimə də tapşırmır deyə həyətindəki quyuya salır, Koroğlunu orada gizlədir. Və götürür Hasan Paşaya bir məktub yazır. Məktubun şərti də belədir ki, deyir, Dünya xanımı bir günlük bura göndər, mən onu görüm, ondan sonra Koroğlunu sən yanıma göndərim. Təbii ki, bu Hasan Paşaya çox pis təsir edir məktub ona çatanda. Hətta istəyir ki, bir məktub ona yazsın ki, Koroğlunu dərhal bura göndər sabah səhərə qədər. Sonra fikirləşir ki, yox, bir də istifadə edir Bolu bəy bunun öz xeyrinə. Gedib Xotkara deyər ki, Koroğlunu mən gətirmişəm. Ona görə məcbur olub razılaşır və Dünya xanımı gəzmək adı ilə, çünki cəmaət artıq söz düşməsin də qızını Bolu bəyə göndərir. Gəzmək adı ilə Ərzincana göndərir. Deməli, sonra da özü də fikirləşir ki, mən də sabah gedərəm Xotkara, göz aydınlığı verərəm ki, Koroğlu tutulub artıq. Deməli, indi Dünya xanımı göndərirlər. Dünya xanım gəlir Bolu bəyin imarətinə, sarayına. Dünya xanım kimdir? Hasan Paşanın qızıdır, amma müsbət obrazımızdır. İndiyə kimi Bolu bəyə nifrət edən bir obrazdır. Hətta Bolu bəy hücuma keçəndə sevinirdi ki, birdən Koroğlu Bolu bəyi gəbərdər. Amma görəndə ki, Bolu bəy Koroğlunu tutub çox narahat olmuşdu. Və bu səbəbdən də Nigar xanım indi belə bir qadın, Dünya xanım belə bir qadın idi. Və indi gəlib Dünya xanım salıblar bura. Dünya xanım orada olanda görür ki, quyudan səs gəlir. Koroğlu ay mədəd, ay mədəd, yəni kömək, ay kömək şeirini oxuyur gəraylısını. Hə, Qaravaşdan soruşur ki, bu kimdir burada? Qaravaş kimdir? Qaravaş qadın xidmətçidir. Qaravaş da deyir ki, Koroğludur, tutublar, salıblar quyuya. Orada məsələn gəlib Dünya xanım Koroğlunun yanına, hal-əhval tutur Koroğludan. Sonra nəyə ehtiyacı olduğunu soruşur. Koroğlu da yemək, qidaya ehtiyacı olduğunu deyir. Göndərirlər qidanı Koroğlu üçün. Deməli, bir gün keçir, səhərsi İsabalı artıq satır Ərzincana. Dünya xanım da oturur pəncərənin qabağında. Görür ki, bir nəfər şeir oxuya-oxuya gəlir, qəmli bir dənə şeirdir. Soruşur, kimsən sən? Görür ki, buranın adamı deyildir, çöllü adamıdır. Deyir ki, mən Koroğlunu axtarıram. Dünya xanım onu salır içəri. Və içəri salanda o Bolu bəyin o qoşun böyüyü onu qoymur içəri. Çünki Bolu bəy tapşırmış deyə sən buraxmayın. Həmin ərəfədə də Qaravaş gəlir, yalandan deyir ki, bu gələn Hasan Paşadan Dünya xanıma məktub gətirib. Sən kimsən ki, Dünya xanımın elçisini qoymursan içəri? Bir təhər İsabalını bəhanə ilə salırlar içəri. Yəni Bolu bəyin imarətgahına. İndi bu ərəfələrdə də Dünya xanımın təbii ki, İsabalının xoşu gəlir. Onlar biraz söhbət edən ərəfədə sənin həmin qoşun böyüyü sərkərdə gedib Bolu bəyə xəbər verib. Bir də görürək ki, bütün qoşun artıq həyəti mühasirəyə alıb. Bunların planı buydu ki, axşam Koroğlunu gedib qaçırsın, ya səhər olmuş, səhərə yaxın. Amma artıq belə qoşun ətrafı mühasirə aldı, məcbur olurlar ki, Koroğlunu indi xilas eləsinlər. Gəlir Nigar xanım, Koroğlunun, yenə Nigar xanım deyirəm, dilim öyrəşib Nigar xanıma. Gəlir Dünya xanım, Koroğlunun yanına, birinci başlayır Koroğlu ilişməyə. İsabalıya deyir ki, görək Koroğlunu yoxlayaq, görək bilirmi sən gəlmirsən ya, yox. Deyir ki, Koroğlu dəlilərin gəlmədi. Koroğlu deyir ki, yox, mən də onu tanıyıram söz dəlilərimi, gələcəklər. Deyir, yaxşı, gələcəklərsə, bəs kimlər gələcək səncə? Koroğlu ardıcılıqla Dəmirçioğlunun, sonra Eyvazın, sonra Dəli Həsən adını çəkir, axırda İsabalının adını çəkir. Dünya xanım da deyir ki, bəli, İsabalı gəlib. Elə İsabalı Koroğlunu çıxarır oradan, döyüş başlayır. İndi bilir ki, bu Koroğludan ən xoşuma gələn budur ki, döyüşlər çox qısa çəkir, maraqlı olur. Yəni, çox uzun olmur, adam yorulmur oxuyanda. Həmin döyüşdə Bolu bəy öldürülür. Bolu bəy öldürüləndən sonra Mehdər Murtuz Koroğludan bağışlanmaq istəyir, Koroğlu bağışlayır. İsabalı Mehdər Murtuzu tanıyanda onu öldürmək istəyəndə Koroğlu hətta İsabalının Mehdər Murtuzu öldürməsini qoymur. Deyir ki, bunu apararıq Çənlibelə, əsir kimi də. Bağışlayır, o mənada yox, deyirsən mənim adamımsın. Ona görə bağışlayır, öldürmür də ən azından. Sonra ümumiyyətlə burada neçə nəfər oldu? Mehdər Murtuz, İsabalı, Dünya xanımın Qaravaşı 4 nəfər, Koroğlu da 5 nəfər. 5 nəfər atlanırlar və bunlar gedirlər Çənlibelə tərəf. 5 nəfər, tamam mı? Bu boyun qolun digər qollardan fərqi budur ki, digər qollarda biz Koroğlunun Çənlibelə qayıdanda bu qədər darıxdığını görmürük. Koroğlu bu səfər bu qürbət Koroğluya çox pis təsirləmişdi və gəlib Çənlibelin dağlarını görəndə gözləri dolur və dağlar qoşmasını, bax qoşma yaralı yox, dağlar qoşmasını oxumağa başlayır və əsər də Koroğlunun elə bu qoşmanı oxuması ilə sonlanır. Sən burada nəyi bilməlisən? Deməli,
Bunu bilməlisən. Ən çətin qürbət məsələsini bilməlisən. Mehdər Murtuzu İsabalın öldürməsi və Koroğlunun buna izin verməməsi məsələsini bilməlisən. Koroğludan Dünya xanım soruşanda kimlər gələcək, bu ardıcıllığı bilməlisən. Deməli, Hasan Paşa ilə Bolu bəy məsələsini bilməlisən, aralarında olan ixtilafı bilməlisən. Deməli, sonra ən əhəmiyyətli məsələlər, bax, Koroğlunu xilas eləməyə getmək istəyənlər ardıcıllıqla bilməlisən. Aşıq Cünunun Xoca Əzin gətirdiyi xəbərləri bilməlisən. Ondan sonra bir də Koroğlu ilə bu Bolu bəy arasında olan Koroğlunun özü qorxusu kimi tanıtması, ona verilən işgəncələr, yəni o çaya salmaları falan onları bilməlisiniz. Vəssalam. Bir də əvvəldən məlumatları bilin. Yəni ümumiyyətlə bütün əsəri bilməlisən ki, sən gedib testdə partadasan. Belə qolumuzun əsas mətləbləri bunlardır. Tövsiyə edirəm əsəri orijinaldan da oxuyun, o şeirlərə bir gözünüzlə şahidlik eləyin. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayaq. Növbəti çəkilişlərdə görüşənədək özünüzə yaxşı baxın.